Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle'nin izniyle bugünkü kısa videomuzun ismi insanlara elm öğretmeyin ve onları yaxşılığa dəvət etməyin fəziləti barədə olacaqdır. Baxın gözəl qardaşlarım, elm bir nurdur. Elm insana hidayət qapılarını açır, elm insana ibadəti öyrənməyə bir vasitədir, ibadətdən ləzzət almaq üçün bir vasitədir. Əlbəttə, bu vasitəni insanlara öyrətməyin də xüsusi fəziləti vardır, xüsusi əcri vardır. Və bugünkü mövzumuz elmdən ziyadə elmi insanlara öyrətmək və yaxşılığa əmr etməklə insanlara verilə biləcəyin faydası barədə olacaqdır. Allah azze ve celle Cümə surəsi 2-ci ayədə buyurur ki: "Huvellezî ba'ase fil ummiyyin rasulan minhum yetlu aleyhim ayatihi ve yuzakkihim ve yuallimuhumul kitabe vel hikme." Savadsızlara özlərindən elçi göndərən odur. Onlara ayələrini oxuyar, elçi onlara ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara kitabı və hikməti öyrədər. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm burada cahil insanlara elçilərin göndərilməsindən məqsədlərinin birisi də nədir? Kitabı və hikməti öyrətmək olduğunu bizlərə bildirir. Və bu elə bir məqamdır ki, bu peyğəmbərlərin varislərinin məqamıdır. Həmçinin Allah azze ve celle Ali İmran surəsi 110-cu ayədə buyurur ki: "Kuntum xayra ummetin uxricət lin-nas ta'muruna bil ma'ruf və tenhevna anil munkar." Siz insanlar içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz, yaxşılığı əmr edər, pisliklərdən isə çəkindirərsiniz. Və bu ayət də həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin ümmətinin digər ümmətlərdən olan fərqini bizlərə izah edir. Muhammed ümmətinin digər ümmətlərə qarşı olan üstünlüyü, fərqi bundan ibarətdir ki, biz insanlar içərisindən çıxarılmış ən xeyirli ümmətik. Nə səbəbilə? Yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək səbəbilə. Demək ki, insanları yaxşılığa dəvət eləmək, insanlara xeyri öyrətmək, insanlara pis işləri öyrədib, o pis işlərdən çəkindirməyi öyrətmək xüsusi bir fəzilətə sahiblik verir. Həmçinin An Əbi Məs'ud Uqbətə İbn Amir Əl-Ənsari radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki: "Mən dəllə alə xayrin fələhu misl əcri fa'ilihi." Kim bir yaxşılığı göstərər, bir yaxşılığı öyrədərsə, o yaxşılığı edənin qazandığı əcrin bir bənzəri də onun özünə verilər. Yəni, insanlara əgər sən yaxşılığı öyrədirsənsə, yaxşı bir əmələ onları təşviq edirsənsə, o yaxşı əməli etdiyi təqdirdə onun əcrindən heç bir şey əksilmədən öyrədən kəsə də həmin əcr verilir. Məsələn, bir kəsə sən namazı öyrədirsənsə, həmin kəs namaz qıldığı müddətcə mütləq onun qazandığı əcrdən sən də bir əcr qazanırsan. İnsanlara tövhidi öyrədib onları şirkdən çəkindirirsənsə, onlar Allah azze ve celləni birlədikləri müddətcə, şirkdən çəkindikləri müddətcə eyni əcri də sən qazanmış olursan. Həmçinin Əbu Hureyra radiyallahu anhun rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Mən da'a ilə hudən kənə ləhu minəl əcri misli ucuri mən təbə'əhu lə yanqusu zəlikə min ucurihim şeyən. Və mən da'a ilə dalaletin kənə aleyhi minəl ismi misli əsəmi mən təbi'əhu lə yanqusu zəlikə min əsəmihim şeyən." Kim hidayətə çağırarsa, ona tabi olanların qazanclarından, savablarından heç bir şey əksilmədən eynisi onun üçün də yazılar. Kim də zəlalətə insanları çağırarsa, ona tabi olan insanların günahlarından heç bir şey əksilmədən həmin şey eynisi, misli günah da onun üçün yazılar. Baxın, burada da bu hədisdə də Allah Resulü sallallahu aleyhi və səlləm xeyrə dəvət edənin, o xeyri edənlərin əcrindən heç bir şey əksilmədən savab və əcr qazanacağını bizlərə bildirir. Yəni, bunu düşünün ki, siz insanlara məsəl üçün Quran oxumaq öyrədirsiniz. Bəlkə bunu onlarla, yüzlərlə insanlara öyrədirsiniz. Və onlar hər Quran oxuyanda sizə bundan əcr gəlir. İnsanlara namazı öyrədirsiniz. Namaz qıldıqları müddətcə o əcr sizə gəlir. İnsanlara yaxşı, faydalı, əxlaqlı olmağı və ya faydalı olan hər hansısa bir şey öyrədirsiniz. Onlar nə qədər ki, bu faydalı şeyi yerinə yetirirlər, nə qədər ki, o faydalı şeyi əməl edirlər, onların əcrlərindən heç bir şey əksilmədən öyrədən kəs də həmin əcrə nail olur. Baxın, bu əslində özü böyük bir müjdədir. Yəni, bir əməli etmədən
öyrətməklə edənlər qədər əcr qazanırsan. Kiməsə namaz qılmağı öyrədirsən, insan fərz namazları qılır, sünnə namazları qılır, nafilə namazları qılır, bəlkə gecə namazları qılır. Sən ondan əcr qazanırsan. İnsanlara Quran-ı Kərimi öyrədirsən, o bəlkə də səndən daha çox Quran oxuyur. Sən gündə 5 səhifə, 10 səhifə oxursan, o gündə 1 cüz, 2 cüz Quran oxuyur. O oxuyur, sən heç o qədər Quran oxumursan, amma onu oxuduğundan o əcri sən də almış olursan. Baxın, elm öyrənmək və öyrətməyin bu qədər böyük bir fəziləti vardır. Həmçinin Əbi Umamə Əl-Bəhili radiyallahu anhu buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu, İnnəlləhə və mələikətəhu və əhləs səməvəti vəl-ardı həttən nəmlətə fi hucrihə ləyusalluna alə muallimin nəsil xayrə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şübhəsiz ki, Allah insanlara yaxşılığı öyrədən kimsələrə mələklərin yanında tərif edər. Onun mələkləri, göylərdə və yerdə olan bütün məxluqlar, hətta deşiyin içərisindəki olan qarışqalar belə onun üçün Allaha istiğfar eləyər, onun üçün Allahdan bağışlanma diləyər. Baxın, necə gözəl bir fəzilətdir, necə gözəl bir üstünlükdür. Hətta deşikdə olan, hücurda olan qarışqalar belə həmin kəsin bağışlanması üçün Allaha yalvarır, Allaha dua edir. Biz onsuz da günahkar insanlarıq və bu dünyada bağışlanmağımız üçün Allah Azza və Cəllə bizə bir çox səbəblər qoyub. O səbəblərdən birisi də nədir? İnsanlara xeyri öyrətmək, insanlara xeyirlisi ilə elm öyrətməkdir. Və qısaca izah eləmiş olsaq danışdıqlarımızı, insanlara dinləri ilə əlaqəli şeyləri öyrətmək, onları yaxşılığa dəvət etmək Allahu Teala'nın bunun üçün göndərdiyi nəbilərin bir əməlidir. Bu əməl ən böyük vəzifədir. Allah Teala bu vəzifə üçün insanların ən fəzilətlisini seçmişdir. Yəni bu peyğəmbərlərin vəzifəsidir, peyğəmbərlərin əməlidir. Kim bu əməli davam etdirərsə peyğəmbərlərə tabe olmuş, xüsusən Rasulullah sallallahu aleyhi və səlləmə tabe olmuşdur. Və həmçinin bu səbəblədir ki, Allahu Teala insanlara dinlərini öyrətmək və onları yaxşılığa çağırmaq üçün nəbilərin yolunda gedən bir kimsəni müvəffəq edər. Heç şübhəsiz ki, o kimsədə elmin yayılması və yaxşılığın əmr edilməsi və pisliklərin çəkindirilməsi kimi yer üzündə yaxşılığın meydana gəlməsinə və Allahu Teala'nın insanlar üzərindəki hüccətini iqamə etməsinə vəsilə olduğu üçün böyük bir yaxşılığa, böyük bir əcrə və böyük bir müjdəyə nail olmuş olar. Bu səbəblə gözəl qardaşlarım, insanları haqqa dəvət eləmək, insanları yaxşılığa dəvət eləmək böyük bir əməldir, böyük bir ibadətdir. Necə Allah Resulü sallallahu aleyhi və səlləm Əli radiyallahu anhuya nəsiyyət edərək buyurur ki, sənin əlinlə bir kəsin İslam'a gəlməsi günəşin üzərində doğub batdığı hər şeydən daha fəzilətlidir, daha üstündür. Başqa bir rəvayətdə qırmızı dəvələrdən daha üstündür demişdir. Və bu hədislər, ayələr də bu əməlin üstünlüyünü bizlərə öyrədir. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.